Baxırıq 16 aprel 2023 buraxılışın izahına. Burada birinci də B-ni sizə qeyd eləmişdim vərəqdə 3 verir. Deməli, B-ni 3 verirsə, birinci nöqtə X olur, ikinci nöqtə Y. X yeni çıxıyorum, çıka, üstə gəlsin B3 bərabərdə 9-u. Çıka, 6, K-nı verir 3. Y variantı. Burada cəmi 120 söz olmalıdır. Bir ədədin 15%, digərinin 45%-nə bərabərdir. Bunları da ixtisar aparsaq, bərabərdir 3B. Cəmi 120-dir. A-nın yerinə 3B qoyuruq. Onda B 30-dur. A 3B olduğuna görə 90-dır. Fərqi olacaq 60. Baxırıq 3-ə. 54-dən 96-dan 6-nı atıram bayrağa. 54-ü 6-ya böləndə 9, 96-nı 6-ya böləndə 16. Minisi aşağıdır. 9-dan 16 qarşılıqlı sadə ədədlərdir. Əkəb onların hasilidir 144, əbəb da 1-dir. D variantı. 4. Qruqlara ayırırıq. On 7-dir. Bundan gedir, ondan 7 çıxanda 3. Deyir, bu ifadənin qiyməti bu ifadənin qiymətindən 2 dəfə çoxdur. Altı B çıxılsın 30, 2B üstəcəl 12. Bunu bu tərəf atanda 4B, bunu da bu tərəf atanda 42. B-ni də alıram 10,5. 6. Oxşarlıqdır. Bunu alfa desəm, bu da alfadır, şərtdə özü verib. Bunlar çarpazdır. Beta desəm, betadır. Üçüncüyə də qamma qalır. B isə 8-dir. A-da 32-dir. İndi oxşarlıq necədir? Burada qammanın qabağı 32-dir. Yuxarıdakı üç bucaqda qammanın qabağı AC-dir. Bu üç bucaqda alfanın qabağı AC-dir. Bu da alfanın qabağı 8-dir. AC-nin kvadratı bərabərdir. 32, 4 vur 8-dir. Vur bu 8. AC olacaq. 4-dən 2 çıxır, 2-dən də 8-dən 1. 16. Diagonalı 30'da uzunluğu 24. Oy, diagonal 30'da. X kvadrat üstə gəl 24'ün kvadratı bərabərdə 30'un kvadratı. 900 çıxılsın 576 alıram 324. 324'də 18'in kvadratdır. İki bucaqlarının biri 40'da 90'dan 40 çıxıram, digər olacaq 50. Bir kəsişməsinin ən böyük və ən kiçik qiymətinin cəmini tap. Bunların kəsişməsi ən böyük halda 3 ola bilər, ən kiçik halda da kəsişmələr 0. Cavab olacaq 3. Alt-alta toplayıram. 10x üstəcəl 10y 30. 10'a bölürəm. X üstəcəl y 3. Buradan yuxarıdan mənfi 2'ni çıxardırıq. Aşağıda vuranda 32, toplayanda 12, 4 ilə 8'dir. Mənfiyə vuranda 2 bölünsün 4 çıxır. 9'a bölünməsinə görə olacaq 14 üstəcəl x. Olmalıdır 18, x də alıram 4. 3 anı 5'ə vuram 15'ə. 3 anı 2'yə vuram 6 kvadrat. Mənfi 2'ni 5'ə vuram mənfi 10. Mənfi 2'ni 2'yə vuram mənfi 4'ə. Çıx 6 kvadratı üstəcəl 10. 6 kvadratlar gedir. Onlar gedir. 15 a'dan da 4'ə çıxıram 11'ə. Burada kök altında 18 bölü 2, kök 9, 3. Görədil dayanacağı. Faizə çevirəndə 100'ə vururuz. Olacaq 27,4. Ehtiyatlı olun. Qapılar bağlanır. Növbəti dayanacaq Açırıq. Novxanı.
Sıx 5, üstəcə 2y. Doors are closing. The next stop is Mokane. Hörmətli sərnişinlər, xahiş edirəm. 2y kiçikdir, 8 onda 4. 2-yə də böləndə 4 onda 2-dən kiçik tam ədəd istəyir, 4 götürəcəksiniz. Tam istəməsə oje tapa bilməzsiniz. Çünki 4 onda 2 ilə adi 4 onda 1 arasında nə qədər ədəd var. Həcmi ABS-dir paralelipedin. 60. Diametrə perpendikulyar olan vətər deyirsə, belə 5,45 bölür. Vətər diametrə perpendikulyar son 2 bərabər hissəyə bölür. 45-ə 5-ə vuram 225. 225-də 15-in kvadratdır, yəni x 15-dir. Vətərin uzunluğu 2-ün 15-ə vuram 30. Uyğun tərəflər perpendikulyar olan bucaqlar ya bərabər olur, ya cəmi 180. Bərabər ola bilməz, çünki müxtəlif adlıdır. 180-dən 94 çıxıram 86. Y oxu ilə kəsişmə deyirsə x 0-dır. 144 həm 12-nin kvadratıdır, həm də mənfi 12-nin. Ordinatları cəmi 17 ilə mənfi 7, 10. Vurub açırıq. X-də alacağıq 4. Deyir ədədin 4də 1 hissəsi ilə 9da 4 hissəsinin cəmi. Ortaq məxrəc 36-da 9-a və 4-ə vuruq. 16, 9. Verib 25. Onda x alacam 36. 36-da 4də 1-ni istəyir. 9. Rombun sahəsi 2də 1, D1, D2-dir. Deyir, biri o birindən 2 dəfə böyüdür. X, 2x. X alıram o. Böyüyü istəyir 2x. 20. Deyir, birinci, ikinci deyirsə, burada müəyyən artılıq var. Hasil qaydasından istifadə edəcəyik. 18-dən 7-ni toplayıram, 25 şagird var. Birinci oğlan deyir, 25-də 18. Vuranda azaldırıq, 24 olur. Çünki birini götürdük artıq. Qız deyir 24-də 7. 6-ya ixtisar aparım. 4, 3. %21. 25-ci sual. A, B, C. İndi elə şəkildən də görürsənir ki, ASB 3 ağacdır, amma 2 ara kəsmə var. Yəni 99 ağac əkilibsə, ara kəsmə 98 götürülməlidir. 3, 4 nisbətdir. 3x, 4x. 7x, 98. X alıram 14. Bu 3x olduğuna görə 42. Bu olur 43-cü ağac.